Salam dəyərli müəllimlər, sizə dünənki sınağın izahını vermək istəyirəm. Başlayaq birinci sualdan. 50 suallı sınaqdır. Birinci sualdan başlayaq. Birinci sualda qeyd edilir ki, Şəhrizad simfonik suitası və Minbir gecə baletini hansı ortaq cəhətlər birləşdirir? Demək ki, bu Şəhrizad simfonik poeması Korsakovun əsəridir. Rusiyada nağıl janrının əsasını qoymuş bəstəkardır. Şəhrizad simfonik suitasından Minbir gecə baletini ikisi də eyni nağıl əsasında yazılıb. Yəni burada düzgün variant A variantıdır. İkinci suala baxaq. Mirzə Hüseyn xaric hansı muğamın növləridir? Burada Secah muğamının növüdür. Ümumiyyətlə hər muğamın 7 muğamımızın hərəsinin öz növləri var. Mirzə Hüseyn bir də xaric bu muğam Secah muğamının növləridir. Burada da düzgün variant E variantıdır. Verilənlərdən hansı həm musiqi əsəri növü, həm də musiqi termini kimi işlədə bilər? Burada düzgün variant Y variantıdır. Adagio. Adagio həm ağır temp kimi istifadə olunur, həm də baletdə 2 nəfərin oynadığı ağır rəqs kimi hesab olunur. 5 diyezli major qamması hansı bənddə verilmişdir? Si major qammasında 5 diyez işarəsi var. Burada da düzgün variant Y variantıdır. 5-ci sualda Fikrət Əmrov Azərbaycan musiqisində hansı janrın yaradıcısı olmuşdur? Təbii ki, Fikrət Əmrov simfonik muğam janrının yaradıcısı olmuşdur. Şur və Çul Dovşanlı muğamından Azərbaycanda simfonik muğam janrını gətirmişdir. Daha sonra isə Gürcistan Bayat Şiraz adlı simfonik muğamı var. 6-cı sualda hansı musiqi alətinin qoltuq növləri var? Saz, nağaradır, bir də zurnan var. Zurna olmadığına görə burada sazdan nağara A variantını götürürük. 7-ci suala baxaq. Çarvan musiqi əsərini izah edən müəllim hansı bəstəkarın yaradıcılığına müraciət edir? Sultan Hacıbəyovun bilirik ki, Çarvan simfonik lövhəsi var. Ona görə də burada düzgün variant A variantıdır. Sultan Hacıbəyov. 8-ci suala baxaq. 4-4 ölçülü xanənin tərkibində neçə 8-lik not var? 4-4 ölçünün xanənin tərkibində 8-lik not var. Yəni burada düzgün variant 8-dir. Rauf Abdullayev hansı orkestrin baş dirijoru olmuşdur? Rauf Abdullayev Simli Alətlər Orkestrinin baş dirijoru olmuşdur. 9-cu sinifin 2-ci ya 3-cü bölməsində orkestrlərin dirijoru, rəhbəri falan hamısı var. Oradan baxa bilərsiniz. 10-cu sualda deyir, verilən şəxslərdən hansı ortaq cəhətlər birləşir? Verilən şəxslərdə hansı ortaq cəhət birləşdirilir? Hüseynqulu Sarabski, Cabbar Qaryağdıoğlu, Məşədi Məhəmməd. Bunların hər biri xanəndədir. Burada düzgün variant B variantıdır. Don Kixot simfonik qravürləri hansı bəstəkarın yaradıcılığına məxsusdur? Simfonik qravür Azərbaycana gətirən, musiqidə birləşdirən Qara Qarayevdir. Təbii ki, qravür janrı həm rəsm, təsviri incəsənətdə, həm də musiqidə var. Azərbaycana gətirən isə Qara Qarayevdir. 14-cü suala baxaq. Ruslan və Lyudmila operasının qəhrəmanının adı düzgün verildiyi bəndi seçin. Ruslan və Lyudmila operası Mikhail Glinkandır. Rusiyada operadır, Rusiyada yaranıb. Burada düzgün cavab bir variantıdır, Svetozor. Fikrət Əmrov hansı xalq mahnısı səs və fortepiano üçün işləmişdi? Küçələrə su səpmişəm mahnısını fortepiano üçün işləmişdi. A variantıdır doğru cavab. Aşıq Qərib dastanı haqqında tədbir hazırlayan müəllim hansı iki bəstəkarın yaradıcılığına müraciət etməlidir? Aşıq Qərib dastanı haqqında Şahsənə operasını Lentborg Iliyev yazmışdı. Yəni burada düzgün variant D variantıdır. La major qammasının tonika üç səslisi yaradan notların adı hansı bənddə düzgün verilmişdir? Tonika üç səslisi dedikdə qammanın 1-ci, 3-cü, 5-ci pərdəsi pilləsi götürülür. Burada da la, do, diyez, mi. Y variantıdır düzgün cavab. Hansı pauza bir yarım not ölçüsünə bərabərdir? 17-ci sualda. Təbii ki, burada yarım pauzadan söhbət gedir. Yəni C variantıdır. Notlarda olduğu kimi pauzalarında yarım, çərək, 8-lik, 16-lıq, bütöv, 16-lıq bütöv yəni növləri var. Notlarda necə sayılır? Pauzalarda da elə sayılır. Yarım not ölçüsünə bərabər olan yarım pauzadır C variantıdır. 18-ci sualda. Şagird tarda cərahi şöbəsini ifa edə bilirsə, hansı muğama həsr olunmuş olar? Rast muğamının cərahi şöbəsi. Burada da düzgün variant A variantıdır. 19-cu sualda. Rəşid Behbudovun Tofiq Quliyevin bəstələdiyi mahnıları hansı filmdə ifa edir? Rəşid Behbudov. Rəşid Behbudov Bəxtiyar filmindədir. Burada düzgün variant B variantıdır. Bəxtiyar filmində Rəşid Behbudov Quliyevin bəstələdiyi mahnıları ifa edirdi. 20-ci suala bax. İlk opera haqqında təqdimat hazırlayan şagird hansı bəstəkarın yaradıcılığından danışmalıdır? Dünyada ilk opera Monteverdi tərəfindən yaradılmışdı. Burada da dünyada ilk opera deyirsə, yəni Azərbaycanda demir, dünyada demək istəyib. Ona görə burada doğru cavab B variantıdır. Aşıq musiqisi hansı komponentlərdən ibarətdir? Aşıq musiqisi aşıq şeiri, aşıq melodiyasıdır. 2C-dir burada, düzgün variant D variantıdır. Trio və kvartet neçə musiqidən ibarətdir? Musiqiçidən. Trio 3 səsli deməkdir, kvartet isə 4 səsli deməkdir. Onda burada 3 və 4 C variantıdır. Yəni 3 səslidir. Trio 3 nəfərin ifasıdır, kvartet 4 nəfərin ifasıdır. 23-cü suala baxaq. Xalq mahnısı kimi tanınan bu mahnının əslində müəllifi məşhur xanəndə olmuşdur. Mahnının adı hansı bənddə düzgün verilib? Burada, yəni ki, xalq mahnısıdır, amma bunun bir yazan var, amma bəstəkar deyil. Söhbət burada Qəməri mahnısından gedir. Qəməri mahnısını yazan Xan Şunski olmuşdur. Xan Şunski bəstəkar olmadığından onun yazdığı mahnılar xalq mahnısı gedir. Ona görə burada düzgün variant C variantıdır. 24-cü suala baxaq. Zakir Bağırov operettasını Tofiq Quliyev isə həmin pyesin əsasında çəkilmiş film musiqisi bəstələmişdir. Burada da söhbət Qaynana filmindən gedir. Qaynana filminə musiqi bəstələyən Tofiq Quliyev olub. Qaynana operettası isə Zakir Bağırovundur. Doğru cavab C variantıdır. 25-ci suala baxaq. Oktay Zülfüqarovun yaradıcılığında olan hansı əsər uvertura janrında yazılmışdır? Şəndən mənim xalqım uverturasıdır. Oktay Zülfüqarovundur. B variantıdır. Doğru cavab. 26-cı suala baxaq. Sopran və alt səslərinin ifası üçün nəzərdə tutulmuş hansı heyətlə ifa olunmalıdır? Burada sopran və alt səsləri, sopran və alt səsi qadın səsidir. Ona görə burada qadın xoru olur. Sopran zil qadın səsidir. Ona görə burada düzgün variant qadın xorudur.
Əfrasiyab Bədəlbəyli Gican xalq rəqsindən hansı janrda yazdığı əsərində istifadə etmişdir? Burada balet janrıdır. Hansı baletdir? Qız qalası baletidir. Qız qalası baletindən Gican xalq rəqsindən istifadə etmişdir. Ona görə doğru cavab Y variantıdır. 28-ə baxaq. Xor, orkestr və solistlərin iştirakı ilə ifa olunan əsəri dinləmək istəyən şagird hansı janra müraciət etməlidir? Xor, orkestr və solistlər üçün olan oratoriyadır. Burada Y variantıdır. 29-cu suala baxaq. Uşaq mövzusunda yazılmış ilk iri həcmli əsər haqqında danışarkən müəllim Əşrəf Abbasovun hansı əsərini nümunə gətirə bilər? Uşaq mövzusunda yazılmış ilk iri həcmli əsər, həm də Əşrəf Abbasov deyirsə, burada demək ki, Qaraca qız baletidir. Azərbaycanda ilk uşaq baletidir və ilk uşaq üçün yazılmış iri həcmli əsərdir Qaraca qız baleti. Düzgün variant D variantıdır. Musiqi əsərinin ağır tempini hansı termin bildirir? Yəni ki, bizdən ağır tempi soruşur, burada da qravedir. D variantı, düzgün variant. 31-ci suala baxaq. Xalis intervallar adlı mövzuda yanlış təqdim olunan interval hansıdır? Prima intervalı, yəni birinci interval xalis primadır. Bu xalisdir. Kvarta xalisdir. Oktava kvinta xalisdir. Oktava xalisdir. Kvarta xalisdir. Nona intervalı isə mürəkkəb intervaldır. Ona görə də burada düzgün variant Y variantıdır. No, yəni yanlış olan Y-dir. Nona mürəkkəb intervaldır. 33-cü suala baxaq. Milli qəhrəman haqqında danışarkən Oktay Rəcəbovun hansı əsərin nümunə kimi təqdim olar? Oktay Rəcəbovun A variantıdır. Çinci simfonik rekviyemi, Çinci Mustafayevə həsr olunmuş rekviyemdir. Rekviyem sözünün mənası da matəm xarakterlidir. Burada da Çinci simfonik rekviyemdə Oktay Rəcəbovundur. A variantı. Milli trio haqqında danışan müəllim hansı zərb alətini qeyd etməlidir? Bizim milli trioda qeyd olunan zərb aləti nağaradır. Y variantıdır. Zərb aləti deyir. Qoşa nağara yox, nağara. Yəni qoltuq nağarası, adi sayda nağara. 34-ə baxaq. Füzulinin qəzəlləri Üzeyir Hacıbəylinin hansı əsərinin mətn əsasını təşkil edir? Füzulinin qəzəl. Məhəmməd Füzulinin qəzəl əsasında yazılmış Leyli Məcnun operasıdır. Leyli və Məcnun Məhəmməd Füzulinin qəzəlləri əsasında yazılıb. Ona görə də burada doğru cavab D variantıdır. Leyli və Məcnun. 35-ci suala bax. Yaradıcılığında Şur adlı əsər olan bəstəkarlar hansıdır? Şur adlı əsər olan bəstəkar Şur simfonik muğam, Şur fantaziyaları və Üzeyir Hacıbəyli, Gülar Əliyeva bir də Fişə Təmiroğlu Y variantıdır. 36-da 4-də 3 xanədən neçə çərək not çıxarsaq 4-də 2 xanə olmuş olaraq. Burada da birini çıxırıq. 4-də 3-dən birini çıxırıq, 4-də 2 olur. Düzgün variant Y variantıdır. Verilənlərdən hansı bənd interval deyil? Septima intervaldır, sexta intervaldır, tersia intervaldır, sekunda intervaldır, diskant isə uşaq səsidir. Ona görə bu səhvdir. D variantını götürülür. Diskant uşaq səsidir. Skripka, alt violonçel, kontrabasdan ibarət hansı tərkibli orkestr qurmaq olar? Skripka, alt violonçel, kontrabasdan ibarət simlidir. Çünki bunların hər biri simli alətlərdir. Simli orkestr qurmaq olar. A variantıdır. 39-cu sualda simfonik orkestr xor və nöqtələrin yerinə hansını qoysaq düz olar? Xor və solistlər üçün. Həmişə yəni çox var. Simfonik orkestr xor və solistlər üçün yazılmış əsərdir. Həm də burada deyir ki, hansı söz əlavə etdikdə solo ifaçısının iştirakı tələb olunur. Solo ifaçısının açar söz verilir burada. Ona görə nöqtələrin yerinə solist olmalıdır. Simfonik orkestr xor və solist A variantı. 40-cı sualda Sultan Hacıbəyov Çex rəqsi əsərini hansı ifa heyəti üçün yazmışdı? Çex rəqsi əsərini xalq çalğı alətləri üçün yazmışdı Sultan Hacıbəyov. Hətta onun Bolqar suitası da var. Gülarə Əliyeva haqqında verilənlərdən yanlış fikri seçin. Baxaq. Ansamblda qoboy və fleyta var idi, ansamblında düzdür. Şur adlı əsərin müəllifidir, bayaqlar qeyd etdim, düzdür. Danucu ansamblını yaradıb, düzdür. Piano ifaçısı olub, düzdür. Opera müəllifidir. Gülarə Əliyevanın heç bir operası yoxdur. Ona görə yanlış budur. D variantını götürürük burada. Verilmiş Azərbaycan xalq rəqslərindən hansı köçəri tayfalara aid edirlər? Tərəkəmədir bu. Tərəkəməni köçəri tayfalara aid edirlər. Hətta tərəkəmə rəqsini qədim divarlarda rəsmdə elə təsvir olunmuşdu köçəri. Ona görə də ona köçəri tayfalara aid edirlər tərəkəmə rəqsini. 43-cü suala baxaq. Niyazi aşağıdakı kino filmlərdən hansına musiqi yazmışdır? Burada Fətəli xandır. Fətəli xan kinosuna Niyazi musiqi bəstələmişdir. İfaçı heyətinə görə aşağıdakı əsərlərdən hansı digərlərindən fərqlənir? Skripka və fortepiano skripka və orkestr üçün poema düzdür. Fleyta və simli orkestr üçün suita, tar və çəmənçi orkestr üçün konsert, çamancı və simfonik orkestr üçün skripka və gitara üçün sonata bu cür digərlərindən fərqlənir. Burada doğru cavab C variantıdır. Müəllimin sadaladıqlarından hansı əsərin adı siyahıdan çıxarılarsa, yalnız instrumental əsər qalar. Burada simfonik poema, suita, uvertura, konsert instrumental əsərlərdir. Oratoriya isə amma yox. Onun üçün oratoriyanı çıxardığında yalnız instrumental əsərlər qalır. 46-cı suala baxaq. Verilənlərdən hansı iri həcmli səhnə əsərinin giriş nömrəsi həm də muğam tərkib hissəsi ola bilər? Muğamın tərkib hissəsi həm də giriş deyilirsə, burada müqəddimədir. Müqəddimə həm muğamın girişidir və iri həcmli səhnə əsərlərinin giriş hissəsi kimi də götürülə bilir. Major ladının hansı halında 6-cı pillə bəmləşir? Yəni ki, major qammasının hansı halında 6-cı pillə bəmləşir? Harmonik halındadır. Harmonik halında gedərkən 6-cı pillə bəmləşir. Bülbül hansı operada baş rolun ilk ifaçısı kimi çıxış etmişdir? Üzeyir Hacıbəylinin Koroğlu operasında Bülbül, yəni Murtuza Məmmədov baş rolun ilk ifaçısı kimi çıxış etmişdir. Burada B variantıdır. Operalardan hansı klassik opera hesab edilmir? Koroğlu operası bildiyimiz kimi Azərbaycanda ilk klassik operadır. Sevil, Azad, Nərgiz operası klassik opera hesab edilir, amma xanəndənin Talehi Cahancır Cahancırovun muğam operasıdır. Ona görə burada düzgün variant B variantıdır. Və nəhayət gəldik sonuncu suala. Adlara çəkilən işarələrdən hansı notların 40-40 ifasını göstərir? Liqa bitişik rabitəli çalmaqdır. Mordent o da yəni 40-40 ifa deyil, ligatodur. Amma ligato da rabitəli bitişik çalmaqdır. Staccato isə 40-40 çalmaqdır. Burada düzgün variant B variantıdır.
Əziz müəllimlər, sentyabrda açılacaq yeni qruplarımız üçün öncədən qeydiyyatdan keçə bilərsiniz. Çünki yerlər məhdud saydadır və qrupda çox müəllim salmıram. Hər bir kəsə fərdi şəkildə yanaşılır. Hər bir kitab üzrə, sinif üzrə sınaqlar, testlər keçirilir. Əlavə PDF-lər, qaydalar və öz yazdığım PDF-lərdən istifadə olunur. Dərslərə qoşulmaq üçün şəkildə qeyd etdiyim səhifəyə yaza bilərsiniz.